Hörmətli millət vəkilləri, indi isə növbədə millət vəkili Fərid Qəribovdur. Fərid bəy, buyurun, mikrofonu açın, söz sizdə. Hörmətli sədir, hörmətli millət vəkilləri, belə vacib və ağır məsələdə mənə imkan verirsiniz. Hər bizə təşəkkür edirəm. Tərtər hadisələrini araşdırarkən əldə etdiyimiz məlumatlar göstərir ki, Azərbaycan Respublikasının hüquq mühafizə sistemi baş verənləri hərbi qulluqçuların fiziki işgəncələrə və digər qeyri-etik hərəkətlərə məruz qalmaları kimi təqdim etməyə çalışmışdır. Lakin həmin dövrə əhatə edən hadisələrin müxtəlif tərəflərdən baxdıqda baş verənlərin miqyası və oyunçuların sayı diqqəti çəkir. Cinayət törədilərkən dövlətin bütün inzibati resurslarından istifadə edilmiş, qüvvə və vasitələri səfərbər olunmuş, kütləvi informasiya vasitələrinin iştirakı təmin edilmiş, eləcə də xüsusi texnik tədbirlər vasitəsilə məlumatlar əldə edilmişdir. Dövlətin baş verənləri kiçik və sıradan hadisə kimi təqdim etməyə çalışmasına baxmayaraq, şahid ifadələri və təhlillərimiz göstərir ki, əvvəldən planlaşdırma və uzun müddətli hazırlıq işi aparılmış, bütün detallar işlənilmişdir. Bu məqsədlə ictimai rəyi aldatmaq, diqqəti başqa istiqamətə yönəltmək üçün kütləvi informasiya vasitələrinin ardıcıl və məqsədyönlü məlumatlar ötürülmüş, xalq arasında yanlış rəng formalaşdırılmış, qorxu mühiti yaradılmışdır. Burada ən çox diqqət çəkən məqam 4 dövlət qrupunun birgə bəyannatıdır. Həmin bəyanat qanunsuzluğa don geyindirmək, ictimai xorf yaratmaq və digər oxşar məqsədlər yaşamışdır. Azərbaycan hakimiyyəti tərəfimizdən aparılmış ictimai araşdırmalar nəticəsində üstü açılmış bu cinayətdən yaxasız kənara çəkmək üçün məcburi qayda istintağı yeniləmişdir. Çox sayda hərbi qulluqçunun ağlı sığılmaz işgəncələrlə öldürülməsinə baxmayaraq, yenilənmiş istintaq dəstən adam öldürmə maddəsi verməmiş, təşkilatçı olan vəzifəli şəxslərin adları istintaq materiallarında daxil edilməmiş və çıxarılmış, yalnız müddəli hərbi qulluqçuların qısa müddətli həbsi ilə iş yekunlaşdırılmışdır. Bütün əlamətlər göstərir ki, Tərtər cinayətində siyasi hakimiyyət ən yüksək səviyyədə iştirak etmişdir və bu məqsədlə izləri bilməyə çalışır. Sadalananlar bir daha baş verənlərin bir dövlət ziyanət olduğunun göstəricisidir. 2017-ci ilin aprel-may aylarında Azərbaycan Respublikasının Müdafiə Nazirliyində çox ciddi gərginlik və hərəkətlilik müşahidə olunurdu. Bütün rəhbər heyət proseslərə cəlb olunmuşdur. Bu məqsədlə qapalı görüşlər və iclaslar keçirilirdi. Xidmətim dövründə şəxsi müşahidələrim, sonradan işlədiyim sənədlər, keçirdiyim görüşlər deməyə əsas verir ki, özbaşınların nəzarət altında aparılması üçün bütün lazımi yerdəyişmələr və təyinatlar əvvəlcədən icra edilmişdir. Belə ki, istər ordu korpuslarında, istərsə də Müdafiə Nazirliyinin mərkəzi aparatında bütün açar vəzifələrə, tərtib hadisələrini törətmək üçün tələb olunan etibarlı şəxslər təyin olunmuşdur. Bütün təyinatlı qüvvələrdə əvvəllər xidmət etmiş, qanunsuzlara görə xidmətdən uzaqlaşdırılmış hərbi qulluqçular göstəriş şəxsi əsasında xüsusilə 1-ci və 2-ci ordu korpuslarında xidmətə qəbul olunmuşdular. Həmin şəxslərə işgəncələr ilə dindirilmə üsulları öyrədilmişdir. İşgəncələr prosesində Bakı şəhərindən işgəncə məkanlarına elan edilmiş, hərbi dəniz qüvvələrinin tabeliyində olan SAT təyinatlı hərbi hissənin hərbi qulluqçuları aktiv iştirak etmişlər. SAT bölmələrinə tapşırıqlar baş verəcək rəisi general-polkovnik Nəzmədi Sadıqov tərəfindən SAT-ın həmin dövrdə komandiri olmuş polkovnik Cəfər Seyidova şəxsən çatdırılmış və onun tərəfindən icra edilmişdir. İşgəncələr sonraki mərhələlərdə bölgələrdə yerləşən hərbi polisin qarnizonlarında, Bakı şəhərində yerləşən mərkəzi Bağda, Müdafiə Nazirliyinin mərkəzi hərbi hospitalında, polis bölmələrində, Milli Təhlükəsizlik Nazirliyinin bölmələrində davam etdirilmişdir. Məhz bu məqsədlə 2017-ci ilin ilk aylarında hərbi polisə polkovnik Vasif Məmmədov yeni rəis təyin edilmişdir. Həmin şəxs Nəzmədi Sadıqova yaxınlığı ilə tanınırdı və Tərtər hadisələri yekunlaşdıqdan sonra həmin polkovnik ordu sıralarından təxris olunmuşdur. İşgəncələrin həmçinin Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən Mərkəzi Hərbi Hospitalın psixiatriya bölməsində davam etdirilməsi barəsində əlimizdə məlumatlar vardır. Zərər çəkmişlərə hərbi hospitalda verilmiş işgəncələr prosesinə hərbi prokurorluğun müstəqillikləri də cəlb olunmuşdur.
Müdafiə Nazirliyinin Hərbi Hospitalın sabiq rəisi general-mayor Natiq Əliyevin rəhbərliyi altında bir qrup həkim işgəncə məkanlarına ezam olunmuşdur. Həkimlər öz xidməti vəzifələrini yerinə yetirmək və ağır vəziyyətdə olanları təxliyə etmək əvəzinə işgəncələrin davamlı etdirilməsinə şərait yaratmışlar. İşgəncələr zamanı Müdafiə Nazirliyinin Hüquq İdarəsi qanun pozuntularına yol verərək vəziyyəti gərginləşdirmişdir. Hüquq İdarəsinin təhqiqat bölməsi işgəncələrdə iştirak etmişdir. Təhqiqat bölməsinin həmin vaxt rəisi olmuş polkovnik Elçin Əliyev hazırda Ədliyyə general-mayor rütbəsinə almışdır və Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. İşgəncələrin müntəzəm xarakter alması və yeni hərbi qulluqçuların proseslərə cəlb olunması üçün Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun bacısı oğlu, xüsusi təhlükəsizlik baş rəisi sabiq rəisi general-mayor Ramin Əsgərov və Kəşfiyyat baş rəisi hazırki rəisi general-mayor Hilal Nəzibov xüsusi rolları ilə seçilmişlər. Məhz bu şəxslərə tapşırıqlar şəxsən Nəcməddin Sadıqov tərəfindən gündəlik olaraq verilmişdir. Təhlükəsizlik baş rəisi və Kəşfiyyat baş rəisi şübhəli hesab etdikləri hərbi qulluqçuları xüsusi texniki vasitələrlə aşır edilərək işgəncə məkanlarına gətirmişdir. Tərtər hadisələrindəki əvəzsiz roluna görə 2017-ci ilin 26 iyun Silahlı Qüvvələr günü Hilal Nəzəfova növbəti rütbə general-mayor rütbəsi verilmişdir. Hilal Nəzəfovun ali rütbəyə təqdimatı ölkə rəhbərliyi qarşısında əsaslandırılarkən düşmənlə əməkdaşlıq edən hərbi qulluqçuların aşır edilməsindəki rolu xüsusi olaraq qeyd edilmişdir. Birinci və ikinci ordu korpuslarında işgəncə proseslərinə bu korpusların tabeliyindəki 057 nömrəli və 218 nömrəli əlaqə kəşfiyyat tabloları cəlb edilmişdir. Əvvəllər xüsusi təyinli qüvvələrdən qovulmuş şəxslərin həmin tablolarda xidmətə qəbul edilməsi və işgəncələrdə iştirak etməsi barəsində şahidi ifadələri və rəsmi məlumatlar vardır. Birinci ordu korpusunun tabeliyindəki 057 nömrəli əlaqə kəşfiyyat tablonun komandiri polkovnik Məhərrəm Həsənov sağ amansızlığı ilə seçilmişdir. Birinci ordu korpusunun tabeliyindəki 703 nömrəli hərbi hissənin komandiri polkovnik Teymur Məmmədov işgəncələrə rəhbərlik etmiş, korpus komandiri general-mayor Hikmət Həsənovdan tapşırıqları şəxsən almışdır. Onun iştirakı ilə müddətindən artıq xidmət edən Elçin Quliyev, polkovnik Salih Qaforov, digər çox sayda hərbi qulluqçular amansızlıqla qətlə yetirilmişlər. Hazırda polkovnik Teymur Məmmədov ordu korpusunun komandiri vəzifəsində xidmətini davam etdirir. İkinci ordu korpusunda işgəncə proseslərinə korpus komandiri general-mayor Mahiz Bərxudorov şəxsən rəhbərlik etmişdir. Məhz onun göstərişi ilə və nəzarəti altında baş leytenant Adil Sabirli qətlə yetirilmişdir. Bizi hazırlamaq məqsədi ilə Adil Sabirlinin ölüm işi başqa istiqamətə yönləndirilmişdir və nəticədə hadisənin əsas səbəbkarları bu gün də azadlıqdadır. Hörmətli sədr və hörmətli millət vəkilləri, baş verənlərin qarşısını almaq üçün Müdafiə Nazirinin rəhbərliyi heç bir addım atmamışdır. Belə ki, Müdafiə Naziri general-polkovnik Zakir Həsənov, baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov, şəxsiyyət baş idarəsinin rəisi Kərim Vəliyev, şəxsiyyət baş idarəsinin mənəvi psixoloji hazırlıq idarəsinin rəisi general-mayor Rasim Əliyev, inspeksiya baş idarəsinin rəisi general-mayor Zakir Ağayev, kəşfiyyat baş idarəsinin rəisi general-mayor Hilal Nəzəfov, xüsusi təhlükəsizlik baş idarəsinin rəisi Ramin Əsgərov, hərbi polis rəisi Vasif Məmmədov başda olmaqla ordu rəhbərliyi ağlasılmaz işgəncələrin qarşılığını almaq əvəzinə işgəncə məkanlarına gelərək yerində tapşırıqlar vermişlər. Zərərçəkmişlərin ictimai ifadələri başda olmaqla bütün məlumatlar göstərir ki, cinayət yalnız Müdafiə Nazirinin iştirakı ilə baş verməmişdir. Əksər dövlət orqanlarının iştirakı ilə bu cinayətin başlıca məqsədi ordunu xalqın gözündən salmaq, 2016-cı ilin aprel ayında qazanılmış ilkin uğurları keçirmək, cəmiyyətdə qorxu və qorxu diyarına olmuşdur. Tərtər cinayətin müxtəlif formalarda bu gün də davam edir. Nəzərə almaq lazımdır ki, bu gün də həbsdə saxlanılanlar vardır. Və sonda Müdafiə Nazirliyində xidməti sahəsində xidmət etmiş sabit kimi tam əminlə deyə bilərəm ki, Azərbaycan əsgəri öz vətənini və millətini satmamış, eləcə də xalqa qarşı fəaliyyətlərdə iştirak etməmişdir. Diqqətiniz üçün hər birə təşəkkür edirəm. Var olun Fərid bəy. Təşəkkür edirəm çıxışa görə.